Salam əziz yoldaşlar, hamınızı xoş gördük. Artıq biz sizə Excel 2010 proqramının ilk video dərsini təqdim etmişik. Bugün Excel 2010 proqramının ikinci video dərsini sizə təqdim edəcəyik. Bugünkü dərsimizdə biz sizə Excel 2010 proqramının fayl tabı və home tabı haqqında məlumat verəcəyik. İnşallah hamı üçün uğurlu olar. Deməli, Excel 2010 proqramını yükləmək üçün sizə demişdik əvvəlki dərsimizdə Start All Programs bölməsindən Microsoft Office qovluğunu tapırıq və oradan Office 2010 qovluğundan Excel 2010 proqramını klikləyirik və nəticədə bizim qarşımızda Excel 2010 proqramının interfeysi çıxır. Keçən dərsimiz haqqında sizə məlumat vermişik. Artıq bugün biz yeni mövzu haqqında danışacağıq. Deməli, birinci mövzumuz olacaq fayl tabı və növbəti fayl tabından sonra biz sizə home tabı haqqında məlumat verəcəyik. Əvvəlcə fayl tabı haqqında danışaq. Gördüyünüz kimi fayl düyməsini kliklədikdə qarşımıza belə bir pəncərə çıxılır və bu pəncərədə müxtəlif əmrlər və kateqoriyalar yerləşir. Əziz yoldaşlar, əmrlərlə kateqoriyanı necə fərqləndirmək olar? Əmrlərin qarşısında ikonlar var. Yəni gördüyünüz ikonu olanlar əmrlər adlanır. Yəni hər hansısa bir işi icra eləmək üçündür. Kateqoriyaların içində qarşında ikonları yoxdur. Məsələn, save, save as, open, close, option, exit. Bunlar əmr adlanır. Info, recently, new, print, save and send, help. Bunlar isə kateqoriyadır. Yadda saxlayın ki, kateqoriyalar backstage view rejimində açılır. Yəni backstage görünüşündə açılır. Məsələn, new kateqoriyasını seçdikdə gördüyünüz bu açılan hissə, məsələn, bu açılan hissə, baxın gördüyünüz bu açılan hissə adlanır backstage view. İndi isə gəlin bu əmrlər və kateqoriyalar haqqında daha geniş danışaq. Məsələn, birinci save əmri haqqında danışaq. Save bildiyiniz kimi sənədi yaddaşa vermək üçündür. Sənədi öz adı altında yaddaşa verir. Save as sənədi yeni ad altında, yəni mövcud sənədimizi yeni ad altında saxlamaq istəyiriksə və yaxud da başqa yerdə, başqa tipdə saxlamaq istəyiriksə, save as-dən yaddaşa verə bilərik. Və save as haqqında siz artıq Word proqramında kifayət qədər bilgi əldə etmişsiniz. Eyni bilgilər Excel proqramında da eyni ilə olduğu kimidir. Open mövcud sənədi açmaq üçün, yəni kompüterin xarici yaddaşında olan mövcud sənədi açmaq üçün open əmrindən istifadə olunur. Close cari sənədi bağlamaq üçündür. Məsələn, close ilə exit-in fərqi nədir? Close cari sənədi bağlayır. Exit isə ümumiyyətlə proqramdan, Excel proqramından çıxış edir. Close-un deməli close ilə exit-in əsas fərqi nə oldu? Close cari sənədi bağladı, exit isə proqramdan çıxış etdi. Info sənəd haqqında müəyyən bir informasiyanı bizə verir. Baxın, sənəd haqqında məsələn sənədimizdə hər hansısa bir informasiya olsa, başlığı olsa, kateqoriyası olsa, ölçüsü və dair yaranma tarixi və sair haqqında məlumatı biz exit-dən, daha doğrusu info kateqoriyasından əldə edə bilərik. Və eyni zamanda permissionlar falan, yəni sənədə icazələr falan hamısı info bölməsindən edilir. Recently ən son istifadə edilmiş, yəni Excel proqramında ən son istifadə edilmiş, ən son açılmış sənədlərin siyahısı və onların qarşısında da bu sənədlərin hansı qovluqda yerləşməsi haqqında məlumat verilir. Hal-hazırda biz Excel proqramında əvvəlki vaxtda heç bir sənəd açmamışıq, ona görə buranı boş göstərir. Maksimum 50 proqram, 50 sənəd siyahısı bizə göstərə bilir. Bəzi sənədləri də istəsək, pinləyib başda saxlaya bilərik ki, həmin sənədlər siyahıdan çıxmasın. New, məsələn, burada müxtəlif şablon sənəd tipləri var. Məsələn, blank workbook. Yəni, boş işçi kitab əlavə eləmək, recently template, sample template, my templates, new from exist. Deməli, bu adda şablonlar yarada bilərik və bir də bizə burada mövcud, yəni
Office 2010 saytında yerləşən, Office.com saytında yerləşən mövcud şablon sənədlərin modellərini göstərib bizə. Biz hər hansısa birini kompüterimizə, yəni Excel proqramımıza yükləyib ondan istifadə edə bilərik. Və eyni zamanda create düyməni vurmaqla yeni Excel sənədi yarada bilərik. Yəni yeni workbook yarada bilərik. Print Excel sənədini çapa vermək üçündür. Burada da Word proqramı haqqında buradan sizə məlumat var. Məsələn, copies nüsxələrin sayı. Bu da hansı printerdə çapa verəcəyimiz haqqında məlumatlar yerləşir. Onu seçməliyik ki, hansı printerdə çapa verəcəyik. Burada da setting, yəni tənzimləmələr bölməsi. Məsələn, print active sheet. Aktiv vərəqi çapa verə bilərik buradan. Və yaxud da print entire workbook, ümumiyyətlə workbook-u çapa verə bilərik, işçi kitabı. Print selection, seçilmiş müəyyən bir ərazini çapa verərik və s. Burada isə məsələn 1 to 5, sənədin 1-dən 5-ə qədər səhifələrini çapa verməyə imkan verir. Məsələn yazsaq 5 to 5, sənədin 5-ci səhifəsini çapa verəcək. 5-ci səhifəsini çapa verəcək. Və bildiyiniz kimi də, məsələn, Excel proqramı normalda sheet 1 işçi vərəq yüzlərcə səhifələrdən ibarətdir. Səhifə rejiminə necə baxırıq? Aşağıda page layout düyməsi var. Onu vurmaqla sənədin səhifə rejimində baxa bilər. Məsələn, baxın səhifəliyi. Məsələn, bu bir səhifədir. Bax, gördüyünüz bu səhifələr, bu səhifə, bu bir səhifə, bu bir səhifə, bu bir səhifə. Yəni, bir işçi vərəq yüzlərcə işçi səhifə deməyək, ümumiyyətlə, səhifələrdən ibarətdir. Normalda Word proqramında bir vərəq 2 səhifədən ibarətdir. Amma Exceldə bir işçi vərəq yüzlərcə səhifələrdən ibarət olur. Belə, indi isə fayl tabında printdən başqa nə qaldı? Print orientation, yəni səhifəni dikinə, yoxsa eninə, albomlu, yoxsa portret formada çap eləməyə imkan verir. Səhifələrin səhifə ölçüsünü təyin edirik. A4-dür, A5-dir, B5-dir və s. ölçülərini təyin etmək üçündür. Çapa necə gedəcək? Səhifənin kənar boşluğu çap zamanı necə görsənsin, onun ölçülərini buradan təmin edirik. Bu isə sıxılmadır, yəni nə qədər sıxmağa imkan verir. Yəni səhifənin kənarlardan sıxmağa imkan verir. Save send bölməsi də sənədi saxlayıb mail üzərindən uzaq məsafələrə göndərməyə və eyni zamanda sənədi PDF sənədə çevirməyə, məsələn create PDF sənədi PDF şəklində yadda saxlamağa və s. əməliyyatlara imkan verir. Burada options düyməsi var. Bu da sənəd haqqında, ümumiyyətlə Excel proqramı haqqında bütün tənzimləmələri həyata keçirir. Həmin düymə, həmin əmr. Və ən aşağıda exit düyməsi var. Bu isə ümumiyyətlə Excel proqramından çıxış etməyə imkan verir. Yəni proqramı bağlayır. Klaviaturadan Alt F4 ilə bu əməliyyatı yerinə yetirə bilərik. İndi isə Home tabından danışası olsaq, əslində Home tabında sizə bir çox əmrlər aydındır, bir çox əmrlər haqqında artıq məlumatınız var. Məsələn, burada Home tabında məsələn Clipboard qrupu cut, yəni obyekti xanadakı məlumatı kəsməyə imkan verir. Yəni xana cut Ctrl X düyməsi ilə də yerinə yetirə bilərik. Copy həmin xananın nüsxəsini yaratmağa imkan verir. Paste, məsələn, bura bir mətn yazaq, Max sözü yazaq. Ctrl X və yaxud da cut düyməsi onu oradan kəsir. Başqa xanaya onu yerləşdirmək üçün paste, yəni Ctrl V düyməsini klik etmək lazımdır. Format Painter isə xananın formatını, məsələn, xanaya müəyyən bir format verə bilərik. Rəngini dəyişə bilərik, məsələn, qırmızı rəng, ölçüsünü artıra bilərik və s. Həmin formatı başqa xanaya köçürür. Məsələn, bu xananın formatı artıq bura köçdü. Bura yazacağımız mətn magistr bu xanadakı formatla eyni olacaq. Çünki bu formatı biz bu xanaya köçürdük. Deməli, necə elədik? Həmin xananı seçirik, sonra Format Painter düyməsini vurub, həmin xananın formatını başqa bir xananın üzərində mouse'un sol düyməsini klik etməklə həmin xanaya köçürürük. Bax, indi isə həmin xanada mətn yazılan zaman həmin formatda
yazılır. Belə oldu uşaqlar, bu Clipboard tabının, Clipboard qrupunun əmrləri idi. İndi isə font qrupunun əmrləri haqqında danışası olsaq, bu əmrlər sizə demək olar ki, hamısı aydındır. Bu haqda yəni belə bir informasiya verməyi vacib görmürəm, çünki bunu artıq Word proqramında siz öyrənmisiniz. Alignment qrupunun əmrləri hansılardır? Məsələn, xanaya hər hansı bir mətin yazıram, magistr. Düzdür? Məsələn, bu düymələr. Görürsünüz, yazıb top align, middle align, bottom align. Yəni, yuxarı düzənlə, məsələn, bu top align-ı vursam, mətin yuxarı, xanada yuxarı düzənlənəcək, ortaya middle align ortaya düzənlənəcək, bottom align aşağı düzənlənəcək. Sonra burada var, deməli, orientation, istiqamət. Biz buradan, məsələn, bunun üzərində mouse'un sol düyməsini bir dəfə vursaq, mətnin xana daxilindəki istiqamətini müəyyən edə bilərik. Məsələn, hansı istiqamət istəyiriksə, birini seçə bilərik. Və s. Və eyni zamanda burada Format Cell Alignment var. Belə bir pəncərə açılır, biz onun üzərində sağ düyməni, sol düyməni vursaq. Göründüyü kimi, mətni xanada -90 dərəcə ilə -90 dərəcə arasında bir istiqamətdə yerləşdirə bilərik. -90-da -90 dərəcə arasında bir istiqamətdə yerləşdirə bilərik. Məsələn, olsun 0 dərəcə istiqaməti, düz mətin istiqamətidir artıq. Burada wrap text var. Normalda, əziz yoldaşlar, belə bir şey var. Mən yaxşı olar ki, bu xanaları müəyyən bir daha qaraldım ki, siz daha aydın görəsiniz xanaları. Normalda xanaya mətin yazanda xanada daşma baş verir. Məsələn, magistratura. Məsələn, görürsünüzmü? Xanada daşma baş verdi. Amma mən wrap texti vursam, wrap text artıqdır, artıq xanada daşma baş verməyəcək. Daşma zamanı məlumat həmin xanadakı növbəti sətrə keçəcək. Məsələn, magistratura. Göründüyü kimi, əziz yoldaşlar, xanada daşma baş vermədi. Məsələn, eynidən bu xananı seçib wrap texti vursaq, xananın daşmanın qarşısı alınır. Yəni, bir xana daxilində məlumatı bir neçə sətirdə yazmaq üçün wrap text düyməsindən istifadə edilir. Bunu klaviaturadan necə edə bilərik? Məsələn, magis yazıb, məsələn, kursor oradadırsa, alt enter düyməsi wrap texti əvəz edə bilər. Alt enter. Info. Alt enter düyməsi wrap text düyməsini əvəz edə bilər. Mətnin xanada sağa, sola, ortaya və yaxud da hər hansısa bir qiymətin sağa, sola, ortaya düzənlənməsini təyin edir. Məsələn, mak sözü sola, ortaya və sağa düzənləyə bilərik. Və eyni zamanda hərəkət elətdirə bilərik. Yəni, bu mətnin sağdan boşluğu, bu isə mətnin soldan, daha doğrusu bu mətnin sağdan boşluğu, bu isə mətnin soldan boşluğunu təyin edir. Merge center. Bu isə müəyyən seçilmiş xanaları birləşdirir. Məsələn, seçilmiş xanaları bir xana şəklində birləşdirir. Görünür, seçdiyim xanalar birləşdi, bir xana oldu. Və yaxud da, yəni burada bu düyməni vursaq, görünür, merge center. Xanaları birləşdir və mərkəzə düzənlə. Merge across. Ancaq nələri birləşdirir? Deməli, sətirləri birləşdirir. Seçilmiş diapazonda ancaq daha doğrusu sütunları birləşdirir. Sətirlər yox. Daha doğrusu merge across ancaq sütunları birləşdirdi və bir neçə sətir oldu, amma sütunlar birləşdi. Merge cells, bu da bayaqki əmrlə eynidir, xanaları birləşdirməkdir. Unmerge isə, əvvəlki vəziyyətə geri qaytar. Siz əvvəlki vəziyyətə geri qaydanda görürsünüz ki, xanalar birləşib, amma boz rəngdədir. Çünki niyə? Biz ona effekt verməmişik. Effekti verəndən sonra onun qara rəngdə olduğunu görürük. Belə, əziz yoldaşlar, indi isə number qrupu haqqında məlumat verək. Number qrupu nədir? Xanadakı olan məlumatın tipini müəyyən etmək üçündür. Gəlin, əlavə başqa bir Excel sənəd açaq, daha səliqəli olsun. Biraz böyüdək. Xanadakı verilənlərin tipi. Məsələn, var ümumi tip, var ədəd tipi, var constant, hansı tipi var, daha doğrusu pool tipi,
accounting, valyuta tipi, short date, qısa tarix tipi, long date, uzun tarix, time, vaxt tipi, percentage, faiz tipi, fraction, kəsir tipi, scientific, deməli olur elmi tip və text, mətn tipi. Yəni bu tiplərin hamısını siz əzbər bilməlisiniz. İmtahanda sizin qarşınıza çıxır ki, Excel proqramında hər bir xana hansı tipdən birini ala bilər. Gördüyünüz bu tiplərdən biri xanadakı verilən qiymətə təyin edilə bilər. Və burada bir düymə var. Bu düymə accounting format, number format. Yəni biz xanaya daxil etdiyimiz qiymət, məsələn 500, məsələn maaş bölməsi var. Maaş bölməsi var və 500 qiyməti var. Maaş kiminsə maaşı 500'dür. Bu 500 manatdır, sonra məsələn rubuldur, evrodur, dollardır. Bunu necə təyin edirik? Bunun formatı olmalıdır. Məsələn, buradan seçirik. Gördüyünüz kimi burada ən çox istifadə edilən pul formatlarının siyahısı verilib. Dollar, evro, dollar, funt sterling, evro, bu nədirsə Çinin puludur. Adı yadımdan çıxıb. Və bu da yəqin ki mark olar məncə. Mo account format, məsələn gedək Azərbaycan milli valyutasını tapaq. AZN AZN-də olmalıdır. AZN Azərbaycan milli valyutası. Baxın, pul formatı təyin edildi. Bu düymə nədir? Əslində elə percentage formatı ilə eyni şeydir. Faiz tipi verir. Məsələn, ədədin 2 misli onun neçə faizidir? 200 faizidir. Ədədin 0, 10-da 2 hissəsi onun neçə faizidir? Təbii ki, 2 faizi. Bir dəqiqə. Bir dəqiqə. İndi düzəldi. Yəni vergül olmalıdır ki, tam hissə ilə kəsr hissəni ayıran, mən nöqtə qoymuşdum. Bəzi Excel-lərdə nöqtədir, bəzilərində vergüldür. Deməli uşaqlar, bu ədədi kəsr şəklində göstərir. Məsələn, normalda 2 yazırıq, amma onun kəsr ədəd kimi 2.00 kimi verir. Yəni kəsr ədəd kimi göstərir. Və bu isə ədədin kəsr hissəsindəki sıfırların sayını artırır və yaxud da azalır. Və eyni zamanda əgər ədəd həqiqətən kəsr ədəddirsə, məsələn 2,100, 1278, 1278, ədədin kəsr hissəsindəki rəqəmlərin sayını artıranda sıfırlar əlavə edir, azaldanda isə o rəqəmlərin sayını azaldır. Azaltma zamanı yuvarlaqlaşdırma olur. Məsələn 8-i silsək, ondan əvvəlki 7 olacaq 8, yəni olacaq 1000-də 128 və bu 8-i də azaltsaq, olacaq 13. Niyə? Çünki yuvarlaqlaşdırma bu qayda gedir. Bunu silsək 1-ə təsir edeməyəcək, çünki yuvarlaqlaşdırma 1-i artırmır. Yəni, ədədin kəsr hissəsindəki rəqəmlərin sayını artırıb, azaltmaq üçün bu düymələrdən istifadə edilir. Deməli, əziz yoldaşlar, bu da bizim number qrupumuz haqqında məlumat idi. İndi isə style qrupu haqqında sizə məlumat verək. Burada var conditional formatting, format as table, cell size, cell stil. Deməli, conditional formatting nədir? Yəni, əslində bir çox tələbələrimiz bu haqda məlumatı yoxdur. Yəni, ümumiyyətlə, sadəcə bir düymə kimi əzbərləyir, amma bunu bir yerə qeyd edin. Conditional formatting xanaya şərti formatlaşdırma əlavə etmək üçündür. Şərti formatlaşdırma nədir? Məsələn, xanada qiymətlər var. 2, bu tipini ləğv eləyək. Hamısı ümumi tipdə olsun. Məsələn, hamısı ümumi tipdə olsun. Var 12, 70, 30, 47 və s. Seçək bu qiymətləri və biz deyək ki, bizim 20-dən böyük qiymətlərimiz, yəni 20-dən böyük olan qiymətlər olan xanaya qırmızı rəng formatı verilsin. Bunun üçün conditional formatting yazıb highlight cell rulers. Yəni, xanaları rəngləndir. Məsələn, burada müəyyən, məsələn, baxın necə elədim. Seçdim, sonra conditional formattingi vurdum. Highlight cell rulers-dən istifadə edirəm və burada müəyyən bir şərtlər var. Məsələn, greater than, böyük olan, yəni ondan böyük olan. Hansından böyük olan? Gedirik. Bizə nə lazımdır? Biz demişik 20-dən böyük olanlar, düzdür? 20 yazırıq bura, yəni şərt olaraq 20 və greater than-də, yəni 20-dən böyük olan.
Və necə formatlaşsın? Biz buradan formatın stilini seçək. Custom format, yəni öz fərdi formatlaşdırım. Xananın daxilini qırmızı rəngə boyayım. OK. Baxın uşaqlar, burada olan, yəni bu diapazonda olan 30-dan böyük xanalar müəyyən format verildi. Yəni bu nə deməkdir? Şərti formatlaşdırdıq artıq. Yəni müəyyən şərtə görə. Məsələn, 20-dən böyük deyildi. Mən bura əgər 22 yazsam, bu da qırmızı olacaq. Çünki artıq o başa düşür ki, bu xananın qiyməti 20-dən böyükdür. Və yaxud da burada elə 0 pozsam, 7 saxlasam o ağaracaq. Niyə? Çünki bununla format ləğv ediləcək. Çünki bu xananın qiyməti 20-dən kiçikdir. Yəni, bu şəkildə əməliyyat yerinə yetirilir. Format as table diapazonda seçilmiş hissəyə format verir. Yəni seçilmiş, yəni burada şərti formatlaşma falan yoxdur. Diapazonun seçilmiş xanalar qrupuna format verir. Bu isə xanalara tək-tək formatın verilməsi üçündür. Hər hansısa xanaya müəyyən bir formatın verilməsi üçün istifadə edilir. Elə indi isə cell qrupu haqqında danışaq. Burada deməli var insert. Insert nədir? Sənədə yeni sətr, yəni sənədə yeni xana, yeni sətr, yeni sütun və yeni işçi vərəq əlavə edə bilərik. Insert düyməsi ilə. Yadda saxlayın əzizlər, sənədə yeni sətr, sütun və yaxud da xana əlavə ediləndə sənəddəki mövcud sətirlərin, sütunların, xanaların sayı dəyişmir. Sadəcə buradan yeni bir sütun əlavə etsək, sondan bir sütun silinir. Və yaxud da buradan bir sətir əlavə etsək, sondan bir sətir silinir. Yəni, bu şəkildə əlavə edilir. İşçi vərəqlərinin isə sayı dəyişir. Məsələn, işçi vərəq əlavə edəndə artıq 4-cü işçi vərəq yaranmış olur. Delete də eyni zamanda sənədin sətirlərini, sütunlarını, xanalarını, işçi vərəqini silmək üçündür. Yadda saxlayın. İşçi vərəqləri, işçi vərəq yox, sətirləri, sütunları, xanaları siləndə sənəddə olan mövcud sətirlərin, sütunların və xanaların sayı dəyişmir. Amma işçi vərəqlərin sayını azalda bilərik. Məsələn, görək nə qədər azalda bilərik işçi vərəqlərin sayını. Baxaq. Delete sheet. Bir dənə işçi vərəqim qalıb, onu da ən azı bir dənə sənəddə işçi vərəq olmalıdır. Yəni, yadda saxlayın, Excel proqramında ən azı bir işçi vərəq olmalıdır. Yəni, ondan az işçi vərəq ola bilməz. Yəni, maksimum bir dənə qalana qədər işçi vərəqləri silə bilərik. Məz yoldaşlar, bu insertdən danışdıq, deletedən danışdıq. İndi isə formatdan danışaq. Format ən geniş əmrlər toplusunu özündə saxlayan bir düymədir. Burada var row height, sətrin enini təyin etmək üçündür. Məsələn, cari sətrimiz bizim birinci sətirdir, çünki seçilmiş sətr birinci sətirdir. Row height, buradan gəlib seçirəm 21. OK eləyirəm. Birinci sətrin hündürlüyü dəyişdi. Yadda saxlayın, sətrin hündürlüyü olur sütunun eni. Deməli, for row height sətrin hündürlüyünü dəyişmək üçündür. Column width sütunun enini dəyişmək üçündür. Height and height sətirləri, sütunları, baxın, sətirləri, sütunları, işçi vərəqi gizlətmək və unhide edib gizlənmiş sətir, sütunları, işçi vərəqləri göstərmək olar buradan da. Yadda saxlayın. Yalnız, məsələn, sütunu gizlətdikdə həmin sütun sırası, sütunlar sırası pozulur. Məsələn, hide column eləyirəm. A-dan sonra C gəlir. Amma C sütununu, məsələn, geri qaydaq. B sütununu silsək, məsələn, delete, bir dəqiqə, columns, sütununu silsək, yenidən B sütunu əlavə olunduğunu görürük. Əslində, B sütununu sildik, sütunun içindəki dataları sildik, yenidən B sütunu əlavə olundu. Yəni, sütunlar ardıcıllığı hansı halda pozulur? Birinci qayda kimi yadda saxlayın, sütunları gizlətdikdə və eyni zamanda sətirlər ardıcıllığı hansı qaydada pozula bilər? Hər hansısa bir sətri sildikdə pozula bilər. Başqa cür də pozula bilər, onun növbəti dərsimizdə onlar haqqında sizə danışacaq. Deməli, unhide haqqında danışdıq. Rename sheet işçi vərəqin adını dəyişmək üçündür. Keçən dərsimizdə bu haqda sizə məlumat vermişik. Move or copy sheet işçi vərəqlərin yerini başqa iş kitabına dəyişmək üçündür. Bu haqda da sizə məlumat vermişik. Tab color işçi vərəqin tab rəngini dəyişmək üçündür. Bu haqda da sizə məlumat vermişik. Protect sheet, lock cell bu işçi vərəqə və xanalara müəyyən
təhlükəsizlik parolları qoymaq üçündür. Yəni işçi vərəqə parol qoyuruq, işçi vərəq üzərində dəyişiklik etmək olmur. Format cells isə xanaları formatlaşdırmaq üçün müəyyən bir pəncərə açır. Bu pəncərədən də xanaların indiyə qədər öyrəndiyimiz bütün əməliyyatların toplusu elə bu pəncərədə yerləşir. Yəni buradan da daha rahat şəkildə əməliyyatları yerinə yetirə bilərik. İndi isə biz editing tabı haqqında danışacağıq. Burada var auto sum düyməsi, bu neydir? Auto cəmləmə. Əslində auto cəmləmə düyməsinin altında digər funksiyalar yerləşib. Bu funksiyalar haqqında sizə daha ətraflı məlumat verəcəyik. İndi auto sum necə işləyir? Məsələn 2, 3, 4, məsələn 7. Məsələn bu xananı seçək. Y7 xanasını seçək və C4, C5, C6, C7 xanasına müəyyən qiymətlər daxil edək. Və Y7-ni seçək. Məsələn deyirəm də. Avtosamı vuraq. Daha sonra gedək mouse'un sol düyməsini C4-ün üzərində sıxıb buraxmadan C8-ə qədər sürüşdürək. Daha sonra kursoru mötərizənin ən axırına yerləşib enteri vuraq. Görərik ki, bu diapazonda olan qiymətlərin cəmi avtosam funksiyası nəticəsində Y7 xanasında alındı. Yəni Y7 xanasında hansı qiymət alındı? C4-dən C7 xanasına qədər olan qiymətlərin cəmi. Diapazonda olan qiymətlərin cəmi. Avtosam funksiyasının aşağısında digər funksiyalar yerləşir. Məsələn, siz əgər Y5 xanasını seçib avtosamdan average düyməsini vursaz, gedib bu diapazonu seçsəz və enteri vursaz, bu diapazondakı qiymətlərin ədədi ortasını tapacaqsınız. Funksiyalar haqqında sizə növbəti dərslərimizdə daha geniş məlumat verəcəyik. Yəni indidən qısa olaraq məlumat verdik ki, avtosam düyməsi nə üçündür. Fill düyməsi də müxtəlif parametrlərlə qiymətləri xanalara doldurmaq üçün istifadə olunur. Məsələn, əvvəlcə buradan sizə biz down, right, up və left əmrləri haqqında danışaq. Down bildiyiniz kimi aşağı doldurma, right sağa, up yuxarı, left sola doldurmaq üçündür. Ümumiyyətlə, məsələn, C5 xanasına 2 qiymətini yazaq və üzü aşağı istiqamətdə C5-dən C11-ə qədər xanalar diapazonunu seçək. Deməli, C5 xanasına 2 qiyməti daxil elədik və üzü aşağı istiqamətdə C11-ə qədər xanalar diapazonunu seçdik. İndi isə buradan fill düyməsini vurub down eləsək, C5 xanasındakı qiymət, yəni diapazonun birinci xanasındakı qiymət üzü aşağı istiqamətində seçilmiş bütün xanalara dolacaq. Gördüyünüz kimi, məsələn, bura 4 yazıb, üzü aşağı istiqamətdə seçsək, fill down eləsək nə baş verəcək? Diapazonun birinci xanasındakı qiymət üzü aşağı istiqamətində down da axı. Yəni, ən yuxarıdakı qiymət aşağıda olacaq. Bizim belə. Yaxşı, belə bir şey deyil. Bura 5 yazaq. Biz seçimi Y4-dən başlayaq. Yəni, əslində bizim birinci xanamızın qiyməti boşdur. Down eləsək nə baş verəcək? 5 mi də olacaq? Yox. Çünki niyə? Bizim birinci xanamızın qiyməti boşdur. Ona görə bütün xanalar boş şəklində, yəni əslində 0 şəklində dolur. Sadəcə biz o 0-ı görmürük. Aydındırmı, əziz tələbələr? İndi isə məsələn, gəlin belə bir şey eləyək. Down-ı dedik, up necə doldurur? Məsələn, bura 3 yazaq. Məsələn, üzü yuxarı seçək, məsələn, birinci xana. Çünki seçilmiş diapazonun ən aşağısındakı qiyməti yuxarı istiqamətdə doldurmaq üçündür. Məsələn, fill up. Seçilmiş diapazonun ən aşağısındakı qiyməti, yəni ən aşağıda verilmiş qiyməti üzü yuxarı doldurur. Məsələn, buraya yazaq 5, 7 seçək. İndi nə ilə dolacaq? 5, 7 ilə mi dolacaq? Yox, 5 ilə dolacaq. Demişik, up ən aşağıdakı qiyməti, yəni ən aşağıdakı qiymətimiz nədir? 5-dir. Və 5-i üzü yuxarı bütün seçilmiş, yalnız seçilmiş xanalara doldurur, üzü yuxarı doldurur. Daha sonra, məsələn, gəlin left və right haqqında danışaq. Məsələn, right nədir? Seçilmiş diapazonda ən soldakı qiyməti sağa doldurur. Right sağa doldurmalıdır. Bunun üçün bizim solda qiymətimiz olmalıdır. Məsələn, ən soldakı qiymət hansıdır? 4. 4-ü hara dolduracaq? Üzü sağa istiqamətdə dolduracaq. Məsələn, right eləsək.
Məsələn, belə bir şey yazsaq, 4, burada 6 yazsaq, seçək. Right eləsək nə olacaq? Nələr də olacaq? 4'lər də olacaq. Baxmayaraq ki, ən sağdakı qiymət 6'dır. Çünki biz right-la ən soldakı qiyməti sağa doğru doldururuq. Və eyni zamanda da, bir dəqiqə, eyni zamanda left-lə nə edə bilərik? Ən sağdakı qiyməti sola istiqamətdə bütün xanalara doldura bilərik. Bu şəkildə doldurma əməliyyatı həyata keçirilir. İndi isə biz sizə series bölməsini izah edirik. Müəyyən parametrlərlə doldurma. Seriesi vuranda sizin qarşınıza belə bir qiymət çıxır, belə bir pəncərə çıxır. Məsələn, doldurmanın rows sətir üzrə apara bilərik, sütun üzrə apara bilərik. İki düymədən birini seçə bilərik. Doldurmanı sizə əsas burada 4 parametr var, amma ikisini bilsəz sizə bəs eləyir. Type, yəni doldurmanın tipi liner, yəni ədədi silsilə kimi, gross, həndəs silsilə kimi 2 qayda ilə apara bilərsiniz. Digərləri sizə lazım deyil, ehtiyac yoxdur. Step value var bölmə, bunu bilməlisiniz. Bu artım qiymətidir. Məsələn, 3 yazsaq bura, artım qiyməti 3 olacaq. Yəni liner olsa, liner. Liner necə də olur? Ədədi silsilə kimi, yəni 3 artacaq. Gross necə? Həndəs silsilə deyil, 3-ə vura-vura artıracaq. Stop value isə dayanma qiyməti. Yəni ən axırıncı qiymət, məsələn 34 yazsaq, 34'ü dolma zamanı ən axırıncı qiymət 34'ü keçməməlidir və s. Gəlin bu haqda bir tətbiq həyata keçirək. Məsələn, birinci xanaya yazmışıq 12 və gedib buradan fill series bölməsini seçirik və buradan rows, yəni sətir üzrə, sətir də budur, sətir üzrə də olacaq. Liner ədədi silsilə kimi 2 artsın, 17 olmasın, biraz çox olsun, 21. Deməli, əziz tələbələr, dolma necə gedəcək? Deməli, bura 12 deyil, sətir üzrə dolmur, özdə ədədi silsilə kimi və 2 artacaq. Deməli, bu xanaya 12, bu xana 12'dir, bu olacaq 14, bu xana olacaq 16, 18, 20, artıq bu xana 22 olmalı deyil, 22 də 21'dən böyük deyil, deməli, dolma burada dayanacaq. Çünki niyə? 20'də dayanacaq. Məsələn, okey vuraq, 20'də dayandı. Niyə? Çünki biz demişik 21'i aşa bilməz. Ən dayanma qiyməti 21'də olmalıdır. Təbii ki, dolma zamanı ən axırıncı qiymət, məsələn 20'dən sonra 22 gəldiyinə görə bu 20'də dayanır. Artıq 21 ala bilmədiyinə görə 20'də dayanır. Və eyni əməliyyat, məsələn, gəlin, bura bir qiymət yazaq, 13 yazaq və fill series sütun üzrə, yəni üzü aşağı sütun üzrə də olacaq və gross 2 yazaq, burada 100 daxil edək. Həndəs silsilə kimi artacaq. Necə artacaq? Bura olacaq 26, 52, 52'dən sonra 104 gəlməlidir, amma demişik 100 artmasın. Okey vuraq, sütun üzrə 26, 2'yə vura-vura gedirək, həndəs silsilədir. 52 və burada dayanır. Deməli, əziz tələbələr, bu da bizə series bölməsindən, yəni fill düyməsinin series əmri ilə həyata keçirən dolma əməliyyatı idi. İndi clear-dən danışaq. Clear təmizləmək üçündür. Clear all nə edir? Ümumiyyətlə, xananı bütöv təmizləyir. Məsələn, xanada 12 yazaq. Xananı clear elədik. Clear all. Bütöv təmizləyir. Yenidən 12 yazsaq, artıq xana nə olub? Bütöv təmizlənib. Biz xanaya müəyyən bir format versək, 12 yazsaq qırmızı yazılıb. Clear all eləsək, xana silindi. Yenidən 12 yazanda görürük ki, heç format da qalmayıb. Formatımız da silinib. Clear format. Məsələn, xanaya bir format versək, yalnız xanadan nəyi silir? Formatı silir. Formatımız getdi. Yenidən xanaya format verək. Clear content. Yəni, ancaq məzmunu silmək üçündür. Əslində, xanadakı qiymət getdi, məzmun getdi. Yenidən qiymət yazanda görürük ki, köhnə formatımız yenə qalıb. Clear comment, hər hansısa bir komment əlavə olunubsa, onu ləğv eləmək üçündür. Clean hyperlink, əgər xanadakı məlumata link verilibsə, istinad verilibsə, onu ləğv eləmək üçündür. Deməli, əziz yoldaşlar, clear bölməsindən də bu qədər. İndi isə sizə sort and filter əmrini izah edəcəm. Sort nədir? Məsələn, xanaya qiymətlər yazmışıq. Burada format qalmışdı, yəni eybi yoxdur. 21, 67, 40, 71 və s. Buranı seçək. Gələk buradan
smallest and largest. Yəni kiçikdən böyüyə doğru sıralama, yəni sort bilirik ki, nədir? Sıralamadır. Filter süzgəc təyin etməkdir. Smallest and to largest, yəni kiçikdən böyüyə doğru düz. Görürük ki, sıralama kiçikdən böyüyə gedir. Əksi isə largest and smallest böyüdən kiçiyə doğru sıralandığını görürük. Belə əziz yoldaşlar, indi isə filter tətbiq eləməyə izah edəcəm. Məsələn, buradan filter düyməsini aktivləşdiririk və sənədə belə bir düymə gəlir. Əgər sənəddə belə bir düymə çıxıbsa, birinci həmin sənədə filter tətbiq edilir. Və gedib biz həmin düyməni vurmaqla bizə deyir ki, filter, number filter, yəni ədədə filteri necə təyin eləmək istəyirsən. Məsələn, burada var müxtəlif, məsələn, between, müəyyən ədədlər aralığındakı qiyməti seçmək, yəni süzgəcdir də. Greater than böyük olanlar, equals bərabər olanlar, doesn't equal bərabər olmayanlar. Məsələn, biz seçək less than. Less than nədir? Kiçik olanlar. Nədən kiçik olanlar? Deyək ki, tutaq ki, 30-dan kiçik olanlar qiyməti bizə göstərsən. Bu diapazonda 30-dan kiçik olanlar hansılardır? 12 və 21. Deməli, ancaq 12 və 21-i saxlayacaq. Digər qiymətləri isə müvəqqəti olaraq gizlədəcək. Deməli, əziz yoldaşlar, filtrin əməliyyatının nəticəsi nədir? Xanada müəyyən şərti, diapazonda müəyyən şərti ödəyən qiymətləri göstərir, digərlərini isə müvəqqəti olaraq gizlənir. Gördüyünüz kimi, əziz yoldaşlar, 2-dən sonra 3, 3-cü sətr, 3-dən sonra 5, deməli, arada 2 sətri gizlədim. 5-dən sonra da 9, arada 6, 7, 8, 8, yəni 3 dənə sətri gizlədim. Deməli, sətirlər ardıcıllığı filtr əməliyyatının nəticəsində də pozula bilirmiş. Əziz yoldaşlar, filtr haqqında da bu qədər. İndi isə, bu isə find, select, yəni bu haqda siz Word proqramında öyrənmişsiniz. Əziz yoldaşlar, deməli biz home tabı haqqında da sizə geniş şəkildə məlumat verdik. İnşallah növbəti dərslərimizdə sizə digər tablar haqqında məlumat verəcəyik. Növbəti dərslərdə görüşənə qədər hələlik.